Əziz, üstün, qüvvətli, güclü, şərəfli, məğlub edilməsi mümkün olmayan, qalib olan. Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma. Həqiqətən Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir. Allahın əziz sifəti onun məğlub edilməsinin qeyri-mümkün olduğunu, hər zaman qalib olanın özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramadıqları və ya yeni kəşf etdikləri bütün qanunları yaradan Allahdır.